uşağın cinsi zorakılığına susan, bunu bastıran, uşağı pedofilla evliliyə məcbur qoyan bir valideynin yaşamağa haqqı yoxdur. Bu yaxınlarda bilirsiniz, belə bir xəbər çıxmışdı ki, 13 yaşlı bir uşağı, baxın, 13 yaşlı bir qızı demirəm, 13 yaşlı bir uşağı, 26 yaşlı bir oğlan yox, 26 yaşlı bir pedofil cinsi zorakılığa məruz qoyub. Bu zorakılığın nəticəsində bu uşaq hamilə qalıb, bu uşaq evliliyə məcbur olunub və mən əminəm ki, bu uşağa deyilməyən söz, göstərilməyən şiddət qalmayıb. Çünki biz bir cəmiyyət olaraq o qədər geridə qalmışıq ki, biz bir cəmiyyət olaraq o qədər ağılsız, savadsız, qanmaz, o qədər sementləşmişik, o qədər vicdansızlaşmışıq ki, hansısa uşaq cinsi təcavüzə, tacizə, zorakılığa uğrayanda fərqi yoxdur. İndi burada mənə durub deməyin ki, ay cinsi tacizlə təcavüz eyni şey deyil axı. Cinsi zorakılıq da hamısı. Detallara ehtiyac yoxdur. Hansısa uşaq cinsi zorakılığa məruz qalınanda bizim ilk instinktimiz odur ki, biz bu uşağı günahlandıraq. Hardaydın? Niyə gecə saat 1-də oradaydın? Nə geyinmişdin? Neynəmişdin ki? Sən neynədin ki? Səni zorladılar. Deməli, sən bunu istədin. Deməli, sən nəsə elədin də. Deməli, sən buna layiq oldun. Biz bu dərəcədə vicdansız bir cəmiyyətik ki, biz bu şəkildə düşünürük. Bu videoda mən çox istəyirəm ki, beyni qurmuş, qanmaz, beyni sementləşmiş, vicdansız, mərhəmətsiz, o dünyaya inanırsınızsa, cəhənnəmdə VIP rezervasiyası olan valideyn tipləri var, analar, atalar. Bu video ilk növbədə sizin üçündür. İkinci növbədə bu video o insanlara aiddir ki, cinsi zorakılıq eləyənlərə. Siz çox yaxşı bilirsiniz ki, siz kimsiniz. Ailə daxili, qonşu daxili, qohum daxili, balaca uşaqlardan istifadə eləyərək öz xəstə cinsi fantaziyalarınızı o uşaqların üzərində eksperiment eləyirsiniz. Siz kim olduğunuzu çox yaxşı bilirsiniz. Və ən sonda mən istəyirəm ki, cinsi təcavüzə, tacizə, zorakılığa məruz qalmış insanlar bu videoya baxsın və başa düşsünlər ki, biz güclüyük. Biz bu insanlardan da, bu valideynlərdən də, bu cəmiyyətdən də güclüyük və biz bunun üstəsindən gələ bilərik, həyatımıza davam edə bilərik və sağala bilərik bütün bunlardan. Ona görə çox istəyirəm ki, bu videoda mənim səsim bu üç şəxsə çatsın. Mənə elə gəlir ki, bu hadisə əgər kimisə başına gəlməyibsə, o insan bunu başa düşə bilməz. Bunu yaşamayan insan bunun nə olduğunu başa düşmür. Heç bunu yaşayan insanın belə illərini alır ki, bunu özünə qəbul etdirəsən ki, sənin başına belə bir şey gəlib və bu olub, bu baş verib. Bu o qədər ki, qorxunc bir hadisədir. Çox insanın bu başına gəlib. Sadəcə olaraq biz bir cəmiyyət olaraq susturulmuşuq. Bugünkü günə qədər mənə yazan insanlar var ki, bu haqda danışma, sus. Çünki bu sənin öz reputasiyana zərər verəcək. Mən cinsi təcavüzə məruz qalmışamsa və mən bu haqda danışıramsa, bu necə mənim reputasiyama zərər verə bilər? Bunu deyən insanın vicdanı yoxdur. Bunu deyən insan təcavüzkarın tərəfindədir və təcavüzkarın tərəfini saxlayır. Belə insanların bu cəmiyyətin, bu sağlam bir cəmiyyətin hissəsi olmağa haqqı yoxdur. Mən özüm uşaq vaxtı 12 yaşımdan başlayıb hardasa bu, uzun müddətli, yəni illərlə davam eləyən ailə daxili cinsi tacizə məruz qoyulmuşam. Baxın, belə hadisələr adətən baş verəndə o ki, qanmaz valideynlər var. Deyirlər, qız uşağı xaricdə oxumaz, qız uşağı evdən çölə çıxmaz. Sizə elə gəlir ki, sizin qız uşağınıza taciz eləyən adam Amerikada yaşayır və ya Avropada yaşayır. Uzağa getməyə ehtiyac yoxdur. Sizin qızınıza və oğlunuza, sizin uşağınıza taciz eləyən, cinsi zorakılıq eləyən bilirsiniz kimdir? Sizin öz bacınız, öz qardaşınız, öz dayınız, əminiz, atanız, oğlunuz, qohum əqrabanız, qonşunuz, ən yaxındakı insanlar eləyir adətən bunu. Uzağa getməyə ehtiyac yoxdur.
bir dəfəlik qəbul eləmək lazımdır. Burada heç bir qan bağı, heç bir ailə qohum əlaqəsi, bağlılığı rol oynamır. Bunu eləyən insan xəstədir, manyakdır və o baxmır ki, bu onun bacısıdır, xalası qızıdır, bibisi qızıdır. O bunu eləyir. Çünki bunu eləyən insanlar xəstədirlər və bizim gözümüz açıq olmalıdır və biz öz uşaqlarımızı, ailə üzvlərimizi bu hadisələrdən qorumağı bilməliyik və əgər belə bir hadisə baş verirsə, buna necə düzgün reaksiya vermək lazımdır, onu da bilməliyik. Bilmiriksə, öyrənməliyik. 12 yaşımdan başlayaraq mən öz xalam oğlum tərəfindən uzun illər boyunca davam edən cinsi tacizə məruz qalmışam. Baxın, bu hadisənin üstündən mənim 31 yaşım olacaqdı bu il. Bu hadisənin üstündən 19 il keçir. Bu ki, ilk dəfə baş verən gündən bəri. Mənim xalam oğlu bildiyiniz, yəni kitablarda oxuduğumuz, seriallarda gördüyümüz, tibbi araşdırmalarda üzə çıxarılmış bildiyiniz tipik klassik pedofildir. Tipik klassik pedofil və mən onun yeganə qurbanı deyildim. Və bu ailə daxili baş verən cinsi taciz üçün müəyyən spesifik hansısa şəraitə ehtiyac yoxdur. Bu tip insanlar müəyyən hansısa qurbanı üzərində nəsə eləmək istəyirlərsə və ya ona nəsə göstərmək istəyirlərsə, siz nə haqqda danışdığımı çox yaxşı bilirsiniz ki, bu tip insanlar hansı orqanlarını bu uşaqlara göstərmək istəyirlər və istəyirlər ki, bu uşaqlar onların üzərində müəyyən eksperimentlər aparsınlar və ya bu uşaqları müəyyən hərəkətlərə zorlayırlar. Həmin bu insan bütün bunları eləmək üçün onun mega bir şəraitə ehtiyacı yox idi. Mən əgər anam məsələn mətbəxdə idisə və mən qonaq otağındaydımsa, o gəlib 10 saniyədə, 15 saniyədə öz işini mənim gözüm qabağında görüb gedə bilərdi. Mənə elə şey yaşatdıra bilərdi ki, o onun içini rahatlada bilərdi, amma mənim həyatımı məhv eləyirdi. Və bu illərlə davam elədi, illərlə. Buna daxil idi. Mənə müəyyən orqanlarını göstərmək, mənə toxunmaq, məni məcbur eləmək ki, mən ona müəyyən nələrsə eləyim, məni qorxutmaq. Yəni, iyrənc şeylər daxil idi buna. Və bu illərlə davam elədi, illərlə. Və əslində, mən geriyə dönüb baxanda bir şeyi başa düşürəm ki, insan qəbullananda ki, bu pedofildir və bu adam xəstədir və bu adam anormaldır və bu adam nəinki mənim üzərimdə eyni öz ailə üzvləri üzərində də bunları həyata keçirirdi. Uşaqlar, ailə daxili kim ki uşaq var idi, onları da istifadə edirdi bu səbəblər üçün. Adam deyir ki, okey də, yəni o dəlidir, xəstədir, anormaldır. Deyirsən ki, dəlidir də, ona görə bunu eləyir. Bunu nətərsə bunu özünə qəbul elətdirib çalışırsan ki, həyatına davam eləyəsən. Bu situasiyada ən böyük günahkar, ən böyük məsuliyyət daşıyan o valideyndir ki, o valideynə uşaq gedir deyir ki, bu ailədə müəyyən bir şəxs var. Hansı ki, mənim üzərimdə müəyyən eksperimentlər aparır, məni müəyyən hərəkətlərə məcbur eləyir, mənə müəyyən orqanlarını göstərir, mənim önümdə müəyyən qəbul olunmaz hərəkətlər eləyir. O valideyn ki, həmin an o uşağa inanmır, o uşağın tərəfini tutmur, o uşağı qorumur və o uşağın qorxularını, hisslərini, sözlərini, şikayətini bastırmaq üçün sırf ailə dağılmasın deyə, ailədə heç kimin heç nə xətrinə dəyməsin deyə, sırf öz qohumunu, bacısını, qardaşını daha üstün tutması üçün bu uşağın səsini, şikayətini bastırırsa, o valideynin yaşamağa haqqı yoxdur. Çox sərt danışıram, bilirəm, amma inanın mənə, o valideyn yaşamamalıdır. O valideynin bu dünyada nəfəs almaq üçün haqqı yoxdur. O valideyn ki, o uşağa qulaq asır. Bu ola bilər oğlan və ya qız. O valideyn ki, o uşağa qulaq asır və o uşağı cəzalandırır bu hadisəyə görə. O uşağı günahlandırır, o uşağın həyatını məhv eləyir, o uşağı evliliyə məruz qoyur, o uşağı bir pedofila qurban verir. O valideynin, o tip valideynin yaşamağa haqqı yoxdur. Bir uşaq cinsi tacizə və ya təcavüzə məruz qalanda,
əsasən də bu çox gənc yaşda olanda 12 yaş, 13 yaş, 14 yaş, hələ bizim nəsil biz o qədər saf bir nəsil olmuşuq ki, nə internet var idi, nə heç də, yəni bizim heç bir bilmirəm necə deyim, biz o qədər saf bir nəsil olmuşuq ki, bir uşaq elə bir şeyə məruz qalanda o uşaq min cür his keçirdir. Birincisi o uşaq başa düşmür. Bu bir oyundumu? Bu normaldırmı? Bu anormaldırmı? Bəlkə də içdə hardasa o uşaq hiss eləyir ki, bu anormaldır. Məsələn, mən bir uşaq olaraq hiss eləyirdim ki, bu anormal bir şeydir. Mən özümdən böyük bir pedofilin cinsi orqanlarını görməməliyəm 12-13 yaşımda. Məsələn, mənim əlim əsirdi, ürəyim döyünürdü. Mən başa düşürdüm ki, bu səhv bir şeydir. Amma cəmiyyətin qadınlara qarşı necə yanaşdığını hardasa ağlımda bildiyim üçün tam olaraq başa düşə bilmirdim. Mən bu haqda danışmalıyam yoxsa yox? Mən bu haqda kiməsə deməliyəm yoxsa yox? Birdən mən bu haqda kiməsə desəm, bəs məni günahlandırsalar, bəs məni cəzalandırsalar, bunu yaşayan uşağın heç bir məlumatı yoxdur. Heç bir instrumenti yoxdur ki, bu uşaq bu hadisə ilə düzgün şəkildə davransın, düzgün, sağlam bir qərar versin. 12-13 yaşında bir uşağın belə bir bacarığı yoxdur. Və hər uşaqda hər mövzu haqqında açılıb danışa bilmir. Hər uşaqda o rahatlıq yoxdur ki, gəlsin valideynə desin ki, belə-belə bir şey baş verir. Mənim başıma belə-belə bir iş gəlir. Ona görə bəzən bu situasiyalar illərlə davam edə bilər. Ona görə valideynin borcudur ki, uşağa gənc yaşından otursun, danışsın ki, bax, əgər kimsə sənə müəyyən şəkildə toxunsa və ya müəyyən nəsə bir şey göstərsə, sən mütləq gəlib bunu mənə danış, mən sənə inanacam, mən səni qoruyacam. Uşağa bu özgüvən verilməlidir. O ki, ailədə uşağa heç bir özgüvən verilməyib ki, o uşaq açılsın və açıq şəkildə şikayətini gəlsin, valideynə danışsın. İnanın mənə, bu uşaqlar illərlə bu hadisələrə dözəcəkdir. Bu hadisələrə dözən uşaq elə bir şeydir ki, iyrənc şeylərə belə alışır. Çünki o qədər gücsüzdür ki, o məcburdur necəsə yaşasın, necəsə davam eləsin bu həyatda. Bir uşaq belə bir hadisəyə şikayət eləmirsə, danışmırsa, o deməkdir ki, o uşaq valideynə güvənmir. Bu bir. İkincisi, bu uşaq susursa belə situasiyada, o deməkdir ki, qanmazlar üçün deyirəm bunu. Beyni sementləşmiş insanlar üçün deyirəm. Əgər bir uşaq susursa uzun vadədə, o demək deyil ki, bu uşağın bu xoşuna gəlir və bu uşaq bunu istəyir və bu uşaq bunu tələb edir. Bu ona görə baş verir ki, uşaq bilmir kimə getsin, kimə danışsın, nə desin, bu situasiyada necə davransın. Uşaq sadəcə olaraq sağ qalmağa çalışır. Və eynisini də mən eləmişəm, eynisi də mənim başıma gəlib. Və bilirsiniz necə baş verirdi bu hadisə? Mən anama yalvarırdım ki, evin açarını bu adama verməsin. Bu insanı evimizə dəvət eləməsin. Bu iki ailəni bir-birinə qatmasın. Məni bu insanla eyni evdə olmağa məcbur eləməsin. Yəni mən bir 14 yaşlı bir uşaq olaraq, 15 yaşlı bir uşaq olaraq mənim gedəcəyim bir yerim yox idi. Mən Amerikada deyildim ki, 911-a zəng eləyim və deyim ki, gəlin məni aparın. Heç kim bizə öyrətməmişdi ki, evdə siz zorakılıq görsəniz, filan nömrəyə zəng eləyin və biz gəlib sizin həyatınızı xilas eləyəcək. Elə bir şey yox idi. Və ümid edirəm ki, indi elə bir şeylər var Azərbaycanda, xəbərim yoxdur, amma mən gözləməli idim ki, mən elə bir psixoloji nöqtəyə gəlib çatım ki, mən özümü qoruya bilim. Və bir gün belə bir hadisə baş verdi. Mənim anam, o mənə cinsi zorakılıq eləyən xalamla bərabər başqa bir şəhərdə yas yerinə getmişlər və bu bilirdi ki, mən 24 saat evdə tək qalacağam. Və bunu bildi və onun da açarı var idi. Yenə də deyirəm, nə qədər də mən xahiş eləsəm ki, bu ailə ikisi bir-birinə qatılmasın, yenə də bu insana açar verilirdi. Bu insan həmin günü gəldi evə və belə insanların elədiyi tipik bir ssenari danışacağım sizə. Necə olur ki, bu insan gəlir və nələr eləyir? Çünki bəzi qanmazlar cinsi taciz, təcavüz deyəndə beyinlərini açıb həqiqəti eşitmək istəmirlər. Tam sizə nə baş verdi, eyni ilə sizə başa salacağım. Mən evdəydim və bu gələn kimi mənim ürəyim döyünməyə başladı. Mən həyəcan yaşamağa başladım.
əlim əsməyə başladı və bilirdim ki, bu nəsə eləyəcəkdi. Mən mətbəxdə oturmuşdum və həmişəki kimi dərs eləyirdim, ingilis dili öyrənirdim. Yəni mən inanılmaz dərəcədə saf bir uşaq olmuşam. Telefon olmayıb ki, bunu mən çəkim, kiməsə göstərim. Heç bir resurs yoxdur. Heç telefon yoxdur ki, zəng eləyəsən kiməsə. Heç nə yoxdur. Nəysə, gəlib bu, mətbəxdə mən dərs eləyirəm, da gəldi, oturdu yanımda, mənlə söhbət eləməyə çalışır, mənim də əlim əsir, ürəyim əsir, amma donmuşam da, elə bil ki, durub qaça bilmirəm, özdə elə oturub ki, yəni qapını bloklayır və bu nəsə, sonra getdi, nəsə mətbəxdə özünə nəsə susüzdür, çay süzdür, oturdu və götürdü əli ilə bu şəkildə çayı öz üzərinə tökdü. Yəni əli ilə. Və belə elədi. Çay üzərimə töküldü. Mən indi gərək soyunum. Durdu və başladı mənim qabağımda soyunmağa. Və mənim qabağımda soyunandan sonra da bu videoya yəqin ki, uşaqlar baxır, çox detallara girməyəcəm. Başqa çox xoşa gəlməz şeylər elədi mənim gözüm önündə. Bu nəyə görə bu hadisə axırıncı dəfə baş verirdi mənim həyatımda? Çünki mən ona hücum elədim. Əlimin altında nə var idisə, bıçaq, çəngəl, qaşıq, qab, nə var idisə, qaçdım mətbəxdən, hər şey bir-bir götürüb bunun üzərinə atmağa başladım və qışqırmağa başladım. Necə qışqırıramsa, elə bilərsiniz ki, insan öldürürlər. O şəkildə qışqırmağa başladım. Həmin günün sonrası mən açıq şəkildə onun valideyni, mənim valideynim evə qaydanda ağlaya-ağlaya oturub onlara bütün neçə ildir, nələr baş verir, açıq-açıq danışdım. Və bilirsiniz nə baş verdi? Necə ki, minlərlə, milyonlarla uşağa belə bir məqamda inanmırlar, uşağa hücum eləyirlər, uşağı danlayırlar, uşağa özünü dəli kimi hiss elətdirirlər. Mən eynən o səhnəni yaşadım. Və biraz da üstünə bassaydım, mənə deyiləcəkdi ki, deməli sən bunu istədin, deməli bu sənə maraq verir, deməli sən belə bir şey yaşamaq istəmirsən, deməli sən də günahkarsan. Bilirsiniz nə oldu? Həmin günün səhərsi günü mənim anam dedi ki, mənim üçün o çox önəmlidir, o mənim oğlumdur, o mənim üçün səndən daha vacibdir. Sırf ailə daxili münasibətlər pozulmasın deyə. Və həmin insanı evə dəvət elədi və həmin gecə biz eyni evdə yatdıq. İnsanlara maraqlı gəlir ki, bəzən deyirlər ki, Leyla, necə ola bilər ki, sən öz valideyninlə danışmırsan? Sizcə belə valideynlər bu cür evladlara layiqdilər? Sizcə bu cür valideyn mənim kimi bir övlada layiqdir? Və ən maraqlısı odur ki, illər sonra mən bu hadisə haqqında YouTube-da ancaq bir dəfə danışmışam və sizə bir şey deyim ki, bu hadisə ilə bağlı məni susturmağa çalışan çox qadın olub, qadınlar. Bu haqda danışma, çünki sənə zərər gələcək. Bu haqda danışma, sənə reputasiyana zərər gələcək. Bu o qədər yanlış bir yanaşmadır ki, bu haqda qadınlara güc vermək lazımdır ki, onlar bu haqda danışsınlar ki, bu cinsi zorakılıqları həyata keçirən insanlar belə videoları görəndə heç olmasa biraz qorxsunlar, çəkinsinlər, utansınlar, düşünsünlər ki, yox, mən eləmiyim. Birdən kimsə çıxar və YouTube-da məni biabır eləyər və YouTube-da bu haqda danışar və mənim həyatım məhv olar. Yəni bizim yanaşmamız o qədər yanlışdır ki, biz cinsi zorakılıq situasiyasında biz səhv insanı qorumağa çalışırıq. Biz zorakılıq eləyən adamı qoruyuruq. Zorakılıq yaşamış insanı susturmaqla. Ona görə belə situasiyalarda valideynə dərs olmalıdır ki, ay valideynlər, əgər siz hiss edirsinizsə, sizin uşağınız hansısa qohumun, qonşunun, ailə içi kiminsə yanında özünü narahat hiss eləyir, o insanla vaxt keçirmək istəmir, tək qalmaq istəmir, diskomfort hiss eləyir, bəlkə tam açıq sizə bunu deyə bilmir, o uşağının oturub danışmaq lazımdır, o uşağın hisslərini, qorxularını, narahatçılıqlarını eşitmək lazımdır və əgər o uşaq belə bir şey dilə gətirirsə, sizin borcunuzdur ki,
həmin an o uşağa inanasınız. Cinsi zorakılıq yaşamış bir insanın ən böyük travması bəlkə də ondan irəli gəlmir ki, kimsə ona cinsi təcavüz yaşadıb və ya cinsi taciz, zorakılıq yaşadıb. Çünki yenə də deyirəm, cinsi ola bilər ki, bu insan manyakdır, pedofil. Ola bilər ki, yox. Belə şeylər edən insanlar manyakdılar, pedofildirlər, anormaldılar, xəstədirlər. Bəs sənə nə olub ay valideyn ki, sən öz övladını pedofila qurban verməyə hazırsan? O qədərmi dəyərsizdir sənin övladının həyatı sənin üçün? Valideynin borcudur ki, uşağının tərəfini tutsun, uşağını qorusun, uşağına inansın və pedofili günahlandırsın, onu məhkəməyə versin, onu cəzalandırmağa çalışsın, onu biabır eləməyə çalışsın, öz övladını yox. Ola bilsin ki, sizin uşağınızın 13 yaşı var, məsələn deyirəm. Gəlin belə danışaq. Uşağın 13 yaşı var və bu uşaq da həvəslidir. Münasibətə, sevgiyə, oğlanlara çox həvəslidir. Sizə bir hekayə danışım. Bu hadisə baş verən momentlərin paralel olaraq mənim həyatımda nə baş verir? Paralel olaraq mən 14 yaşlı bir uşağam və aşıq olmuşam. Bir oğlana aşıq olmuşam. Və bu oğlan mənim müəllimim idi. Və məndən yaşca böyük idi. Yəni 6-7 yaş məndən böyük idi. Və mən bu uşaqcasına, safcasına həqiqətən də aşıq idim bu adama və bunu bəlkə də necəsə bildirirdim ona. Yəni maksimum dərəcədə onunla danışmağa çalışırdım, onun dərsinə qoşulmağa çalışırdım, necəsə onunla zaman keçirməyə çalışırdım. Yəni maksimum dərəcədə hisslərimi ona bildirirdim. Və mən əminəm ki, bu şəxs bunu görürdü. Yəni kör olmaq lazım idi bunu görməmək üçün ki, mən necə onu sevirdim, necə ona aşıq idim. Amma bu insan bir dəfə belə olsun, bundan suyu istifadə eləmədi. Bu insan bir dəfə belə olsun, o yetişkin idi, mən uşaq idim. Bir dəfə belə olsun, məndən istifadə eləmədi. Mənim saflığımdan, həvəsimdən, diqqətimdən, hisslərimdən istifadə eləmədi. Və illər sonra biz bu haqqda danışanda nə vaxt ki, mən də yetişkin idim, o da yetişkin idi və mən ona deyəndə ki, bəs yadına gəlir, mən uşaq vaxtı həqiqətən də sənə çox aşıq idim. O dedi ki, mən bilirdim. Amma mən yetişkin idim və sən uşaq idin və mən heç vaxt ağlıma belə gətirə bilməzdim və heç vaxt özümə icazə verə bilməz idim ki, yəni səndən istifadə eləyim və ya sənin hisslərindən istifadə eləyim və ümumiyyətlə sənə yanlış nəsə bir şey yaşadım. Bu hekayəni ona görə danışıram ki, balaca bir uşaq yetişkin bir insana qarşı nəsə hiss eləsə belə, həvəs göstərsə belə, özü kontakta çıxmağa çalışsa belə, bu uşağın cinsi tacizə məruz qalmasında yeganə məsuliyyətli insan var, o da yetişkindir. Heç bir halda bu uşağın günahı yoxdur. Çünki bu bir uşaqdır. Hər hansısa bir uşaq bu hissləri yaşaya bilər, nəsə bir həvəsə gələ bilər. Bizim bir cəmiyyət olaraq, yetişkin bir cəmiyyət olaraq uşaqları düzgün maarifləndirməyimiz lazımdır, düzgün yönəltməyimiz lazımdır, onlara düzgün yol göstərmək lazımdır və bir yetişkin olaraq bizim öz hərəkətlərimizə, hisslərimizə və cinsi orqanlarımıza sahib çıxmağımız lazımdır. Bu bizim məsuliyyətimizdir ki, bir yetişkin olaraq qanmazlar üçün ayrıca təkrar edirəm. Bu sənin məsuliyyətindir. Bir yetişkin olaraq ki, sən bir uşağın hisslərindən və bədənindən istifadə eləməyəsən. Və bu bir valideynin məsuliyyətidir ki, əgər siz bu məsuliyyəti boynunuza almağa qərar vermisinizsə, çox xahiş edirəm, bu yükü layiqincə daşıyın. Bir valideyn olaraq bu sizin məsuliyyətinizdir ki, siz yetişkin olaraq uşağı maarifləndirib, böyüyü isə məsuliyyətli tutasınız belə hekayələrdə, belə hadisələrdə. Bizim cəmiyyət olaraq yanlışımız ondadır ki, biz deyirik ki, aha, deməli bu qız ona yazdı, bu qızın telefonu var idi, bu istədi. Heç bir uşaq buna qərar verəcək yaşda deyil. Buna belə bir qərar alacaq. Heç bir uşağın beyni yetərincə yetişməyib ki, belə ciddi qərar alacaq bir durumda olsun. Uşaqların bu şəkildə, bu yaşda buraxdığı müəyyən hansısa səhvlər uşaqlıqdan irəli gəlir. O sadəcə uşaq olmaqdan irəli gəlir. Və biz belə situasiyalarda dönüb uşağı günahlandırsaq, biz qanmaz, vicdansız bir vəhşi heyvana dönüşmüş oluruq. Bizim vəhşi bir heyvandan heç bir fərqimiz olmamağa başlayır. Və bu həmin 13 yaşlı bu uşağın
hadisəsi mənim üçün çox trajikdir. Çünki o uşağın yerində mən də ola bilərdim. Mən də bu hekayəni danışdıqdan sonra bu pedofil ilə evliliyə məcbur qala bilərdim. O pedofil tərəfindən illərcə zorlanmış ola bilərdim, hamilə qalmış ola bilərdim, ondan uşaq doğmuş ola bilərdim. Amma mənim bu həyata bəxtim gətirdi ki, mən o evdən gedə bildim 11-ci sinifdən sonra və adekvat şəkildə durumu dəyərləndirə bildim və öz üzərimdə çalışıb, terapiyaya gedib, bütün bunları başa düşməyə çalışıb, bütün bunlar üzərindən gəlməyə çalışdım və həyatıma davam eləməyə çalışdım. Amma problem bundadır ki, hər uşaq bunu bacarmır. Hər uşaqda bu güc, bu cəsarət, bu aqressiya olmur ki, ona zorakılıq eləyən insana qarşı çıxsın. Yenə də deyirəm, cinsi təcavüzün özü ayrıca bir travmaydı. Buna ailə daxili, valideynlərin inanmamağı, məni qorumamaları, məni susturmaqları, utandırmaqları mənə 100 qat daha çox zərbə vurdu, nəinki hadisənin özü. Bu videoya çox istəyirəm ki, insanlar baxsın və başa düşsün ki, gözümüzü açmalıyıq artıq, davranışımızı dəyişməliyik. Bir uşağın başına hər nə gəlirsə gəlsin, o uşaq bir uşaqdır. Biz uşaqları günahlandırmamalıyıq. Bundan sui-istifadə eləməməliyik. Onları susturmamalıyıq. Və fokusumuzu uşağa zorakılıq eləyən pedofillərə yönəltməliyik. Uşağa zorakılıq eləyən pedofil haqqında danışıb onu günahlandırmalıyıq və onun əmin olmalıyıq ki, bu insan hansısa bir ölkənin qanunvericiliyi tərəfindən mütləq şəkildə cəzalandırılmalıdır. Zorakılığa məruz qalmış biri olaraq bunu da deyim ki sizə. O ki, valideyn və ya ailə üzvləri var, hansı ki sizə inanmır, sizin hekayənizi, sözünüzü, təcrübənizi bastırır, sizi utandırır, sizi günahlandırır. O insanları həyatınızdan bir dəfəlik çıxardın və bir daha heç vaxt o insanlara enerjinizi, diqqətinizi, hörmətinizi verməyin. Uşağın cinsi zorakılığına susan, bunu bastıran, uşağı evliliyə məcbur qoyan, pedofillə onu evləndirən, onun həyatını məhv edən bir valideynin yaşamağa haqqı yoxdur. Heç bir adekvat, vicdanlı, övladını sevən və qorumaq istəyən valideyn belə bir situasiyada susmayacaq, uşağını qoruyacaq və uşağına özünü təhlükəsiz hiss elətdirəcəkdir. Çox heyflənirəm bu uşağın başına gələnlərlə bağlı, bu 13 yaşlı uşağın başına gələnlərlə bağlı. Çünki bu uşağın yerində mən ola bilərdim və bu uşağın yerində hər hansısa başqa bir uşaq ola bilərdi. Çox xahiş edirəm, ətrafınızda belə bir insanlar varsa, onlara maksimum dərəcədə kömək eləməyə çalışın. Və kömək eləyə bilmirsinizsə, heç olmasa inanın. Bir insan sizə belə bir hekayə danışanda, heç olmasa deyin ki, mən sənə inanıram. Çünki belə şeylər baş verir, bu real bir hadisədir və bir çoxlarımızın başına gəlib. Bəlkə sizin də başınıza gəlib, sadəcə olaraq siz bunu özünüzə qəbul etdirə bilmirsiniz və hardasa dərinlərdə bir yerdə bastırmışsınız bu mövzunu. Başqa sizə sözüm yoxdur.